Salam əziz abituriyentlər. 12 oktyabr 2025-ci il tarixində keçirilən güvən sınağının 11-ci sinif 3-cü qrup sualları ilə tanış olaq. 31-ci sualda neolit və tunç dövrlərinin oxşar cəhətlərini bizdən istəyir. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi, bəli, bu doğru cavabdır. Belə ki, neolit dövründə neolit inqilabı nəticəsində toxuculuq, duluzçuluq, daş alətlərinin cıvalanma və deşilməsi yeni sənət sahəsi hesab oluna bilər, yaranmışdır. Tunç dövründə isə orta tunç dövründə daha doğrusu üzümçülük, bağçılıq və bostançılığın, şərabçılığın yaranmağı nəzərdə tutur. Bir doğru cavabdır. Süni suvarma erkən tuncda yaranır, neolit dövründə yoxdur. Duluzçuların saxsı qablar hazırlaması, yəni duluzçuluq sahəsi neolit dövründə yaranıb, tunç dövründə də var. Bu da doğru cavabdır. Qəbilə tunç dövründə yoxdur, artıq ata xaqanlığı tayfa var idi. Və şumlama zamanı qoşqa yolundan istifadə, bu da erkən tuncda yaranır, neolit dövründə yoxdur. Hər iki dövrə oxşar cəhət 1 və 3 cavablardır. 32-ci sualda xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdən hansılara aid xüsusiyyət verilməmişdir? Ərəb Əmirliyinin mərkəzi burada yerləşirdi. Biz bildiyimiz kimi Ərəb Əmirliyi 2 mərkəzi var idi. Öncə bu şəhər Dəbil idi. Sonra 705-ci ildən Əmirliyin mərkəzi Bərliyə köçürülmüşdü. 9-cu əsrdə yeni dövlətin əsası qoyulmuşdu. 9-cu əsrdə 2 dövlət yaranıb Azərbaycan tarixində. Bunlardan biri 861-ci ildə yaranmış Şirvanşahlar dövlətidir. Digəri isə 898-ci ildə yaranmış Sacilər dövlətidir. Şirvanşahlar dövlətinin paytaxtı bildiyimiz kimi öncə Şirvan, sonra Şamaxı şəhəri olub. Sacələrin paytaxtı isə Marağa, sonra isə Ərdəbil şəhəri olub. Baxaq indi xəritəyə. Xəritədə göstərilən yerlər. Demək, 1 Marağa şəhəridir. Marağa. 2 Göyçə göl yaxınlığında yerləşən Dəbil şəhəridir. 3 Qəbələdir. 4 Təbrizdir. Urmiya gölü ilə paralel olaraq yerləşir. Və 5 Göyçə gölünə paralel olaraq yerləşən Bərdə şəhəridir. Xəritəyə baxdıq. İndi baxaq görək burada hansı şəhər haqqında məlumat verilməyib. Dəbil və Bərdə var. Ona görə 2 və 5 variantlara çıxar. Eləcə də Sazlərin paytaxtı Marağa şəhəri də burada qeyd olunub. Cavabımız demək 3 və 4 kimi götürülə bilər. Həm Qəbələ, həm Təbriz haqqında burada heç bir məlumat verilməmişdir. 33-cü sual Roma mədəniyyəti haqqında bizdən sual soruşulur. İlk olimpiya oyunları bildiyimiz kimi 776-cı ildə eradan əvvəl Yunanistana aid xüsusiyyətdir. Forum adlanan mərkəzi meydan, bəli, Romada bu forum, Yunanistanda demək Agora kimi adlandırılırdı. Romada Parfenon deyil, Panteon məbədi var idi və heykəllər hazırlanırdı ki, bildiyimiz kimi Roma mədəniyyətinə baxsaq, çox tanrılıq dininə inandığını şahid olduq və memarlar da heykəllər hazırlayırdı. Cavab 2 və 4. Alan tayfaların Albaniya yürüşlər etdiyi əsr, yəni 1-ci və 3-cü əsrə nəzərdə tutulur. Atropatena dövləti ilə bağlı, demək, Atropatena bildiyimiz kimi 1-ci əsrin əvvəllərində, yəni 20-ci ilində Parfiyan Arşaklar sülalası tərəfindən işğala məruz qalmışdı. Cavabımız D variantıdır. Ulu icma, qəbilə və tayfaya aid xüsusiyyətlər seçməliyik. Təsərrüfatda kişi əməlinin ön plana keçməsi bu tayfanın, yəni ata xaqanlığının xüsusiyyətidir. Erkən tunç dövrünə aiddir. A variantı 3-ə gedir. Toxa ikinciliyin meydana gəlməsi. Toxa neolit dövründə meydana gəlib. Neolit dövründə isə qəbilə icması mövcud idi. 2-yə B gedər. İnsanların süni yolla od əldə etməsi orta paleolit dövrüdür. Orta paleolit dövründə isə ulu icma mövcud idi. C1-ə aiddir. Boyalı qablar mədəniyyəti orta tunç dövrünü nəzərdə tutur və orta tunç dövründə tayfa mövcud idi. 3D. Əhalinin oturaq həyata keçməsi neolit dövrünə aiddir. Neolit dövründə də qəbilə var idi. Ona görə 2-yə gedər. 1C, 2BG, 3AD, B variantı. Demək, 36-cı sualda Perikledan fərqli olaraq qayqıraqın xüsusiyyətini seçməliyik. Yoxsullara taxıl paylanırdı, hər ikisinə aiddir bu. Torpağın satılıb alınmasına qadağan qanunu ləğv etmişdir. Belə bir şey yox idi. Əksinə, qayqıraq torpaqların satılıb alınmasını qadağan edən qanunu qəbul etmişdir ki, o torpaqlar demək, yoxsulların mülkiyyətində qalsın. Plebeylərin hüquq müdafiəçisi idi. Bəli, qayqıraq xalq tribunu idi və plebeylərin müdafiəçisi hesab olunurdu. Yoxsullara vəzifəyə görə əmək haqqı verilmişdi. Romada verilmirdi əmək haqqı və qulların öldürməsini qadağan edilən Romada Adrian idi, qayqıraq deyildi. 1840-cı ildə həyata keçmiş məhkəmə silahına əsasən. Bildiyimiz kimi Çar 1-ci Nikolayın əmri ilə 1840-cı ildə demək, inzibati və məhkəmə silahı keçirilmişdi. Məhkəmə silahına əsasən mülki işlərə hərbi məhkəmələrdə bağlanması
qaydası, yəni komendant üsulunun ləğvi ilə bu da ləğv olunmuşdu. Məhkəmə işləri nəzarət komendanta aiddir? Xeyr. Komendant idarə üsulu artıq ləğv olunub. Ümumiperiya qanunlarına əsaslanan məhkəmələr yaradılmışdı. Bəli. Demək, quberniya qaza sahə nahiyyət sistemi tətbiq olunmuşdu. Həm inzibati islahatlarda, həm məhkəmə islahatında. Cavabımız 1-3. 4-də şəhid məhkəmələrin sayı artırıldı, yox azaldıldı yazılmalı idi. Demək, 38-ci sualda verilənlər arasında hansı dövrə aid məlumat yoxdur bizdən soruşulur. Ox və kamanın ixtirası bildiyimiz kimi mezolit dövrüdür. Burada mezolit var. İstehsal təsərrüfatının meydana gəlməsi demək mezolit dövrüdür. Sonra bu istehsal təsərrüfatı neolit dövründə də formalaşıb. Neolit dövrünə aid xüsusiyyət var. Ölülərin yaşayış məscidlərindən kənarda dəfn edilməsinə başlanması. Bu erkən tunc dövrünün 4 dəfn etmə adətindən biridir. Erkən tunc var. İri tayfa birliklərinin yaranması isə orta tunc dövrüdür. Neolit dövrünə aid heç bir məlumat burada verilməmişdir. 39-cu suala baxaq. Tarixi proseslərin məntiq ardıcılığını tamamlayın. Kiçik Asiyanın qərbindəki Yunan şəhər dövlətlərinin üstün üsyan qaldırması bu 5-ci əsrdədir və davamı olaraq Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsi. Bizdən 2 və 4-cü yerləri, yəni məntiq ardıcılıqla bu yerlərə uyğun gələn məlumatın seçilməyini istəyir. Afina Dəniz İttifaqına son qoyulması xeyr. Əksinə Afina Dəniz İttifaqı Əhəməni dövlətinin üzərində qələbə qazanaraq müharibəni qalibiyyətlə başa çatdırmışdır. Belə bir hadisə olmayıb. Marafon döyüşü 490-cı ildə olub. Demək, bu demək Yunan şəhər dövlətlərinin üsyan qaldırmağından sonrakı proseslərə aid ola bilər. Digər variantlara baxaq. Əhəmənilərin Araq dənizi hövzəsində hakim qüvvəyə çevrilməsi, əksinə Əhəmənilərin yox, Yunanlıların yazılmalı idi. Üsyançıların Afina tərəfindən himayə olunması, bəli, bu da doğru cavabdır. Elə prosesin başlama səbəblərindən biri budur. Yunan-Əhəməni müharibəsinin. Orta Yunanıstan 1-ci Dara deyil, Kserksin qoşunlarının tabe edilməsi. Çıxdaş eləyib də tapa bilərik. Demək, 2 yerinə 2 rəqəmi uyğun olaraq biz bura Marafon döyüşünü götürə bilərik. Həmçinin Afina tərəfindən üsyançıların himayə edilməsini. 2D və 4 isə B uyğun gələr. Bu isə A variantında doğru göstərilib. 40-cı suala baxaq. Midiya hökmdarı Kiaksar bildiyimiz kimi eradan əvvəl 625-585-ci illərdə hakimiyyətdə olmuş Kiaksar dövlət imperiyaya çevrilmişdi. Ən güclü dövrü idi Midiyanın. Midiya satraplığını 2 hissəyə bölmüşdü. Belə bir məlumat yoxdur. Kiçik vilayət hakimlərini tamamilə ləğv etmişdi. Bəli, doğru cavabdır. Onları hakimiyyətə tabe etmişdi. Şandal Durduqa üsyanları bu Mannaya aiddir. İrancıya aiddir. İskitlərin döyüş taktikası əsaslanan bəli, süvari atıcı hissələrin yaradılması, yəni ordu islahatı keçirilmişdi. Bu da doğrudur. Demək, xarici siyasət, Babillə ittifaq yaradılması, bəli, bu da doğru cavabdır. Nümunə olaraq eradan əvvəl 612 və 605-ci illər Assuriya üzərinə hücumu göstərə bilərik. Sirdakka müqaviləsi Mannaya aiddir, ulusunun dövrü. İkinci Kirə qarşı mübarizə məğlubiyyət uğraması Astiaqa aiddir. Manna və Urartu dövlətlərinin tamamilə ləğv edilməsi də Kiaksarın hakimiyyət illərində xarici siyasət aiddir 590-cı ildə. Cavab 1 Bakı D, 2 A, D. Y variantı. 1870-ci kənd islahatı xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə kəndlilərin torpaqdan istifadəsini qanunlaşdırdı. Azərbaycan sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyini ziddidir. Mərkəzi hökumət tərəfindən uzun müddət torpaqların satın alma qiymətlərinin dəqiq müəyyən edilməməsi və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla aydın olur. 70-ci kənd islahatı haqqında məlumat verilir və bizdən tələb olunur ki, verilmiş məlumatın 70-ci il islahatından fərqli olaraq 1912-ci il qanununda fərqli olaraq xüsusiyyətini tapmalıyıq. Yəni 70-ci il islahatına aid xüsusiyyətlər seçməliyik. Azərbaycan kəndində əsası dəyişikliklərin baş verməsi. Xeyr, həm 70-ci il, həm 1912-ci il islahatında o qədər də əsas dəyişiklik baş vermədi. Bunun səbəbi o idi ki, kəndlər yenə də vergi verməyə davam edirdilər. Xüsusilə 70-ci ildə malcəhət, bəhrə və vergiləri, yəni kəndlilər torpağı mülkiyyətinə keçirmədiyi təqdirdə ödəməyə davam edirdi. Bu yalnız 12-ci ilə aid ola bilər, birinci variant. Amma bizdən isə 70-ci il islahatını soruşur. Ona görə biri götürə bilmərik. Kəndlərin hissəyyətinin öz pay torpaqlarının mülkiyyətçisi ola bilməmələri. Bəli, bu doğru cavabdır. Çünki 70-ci il islahatında dövlət demək kəndliyə maddi olaraq dəstək göstərməmişdi. 12-ci ildə dəstək göstərib. 70-ci il islahatının da demək xüsusiyyətlərindən biri bəs 12-dən fərqləndirən məhz 2-dir. İslahatın yalnız sahibkar kəndlərinə şamil olunması
demək, deyək ki, 1912-1870-ci il islahatı hər ikisi Saypur kəndlərinə aid olunub. Bu ortaq cəhətdir. Bizə isə fərqli xüsusiyyət istəyir. Kəndlərin öz torpaqlarını satın almanı hökumətin yardım göstərməməsi. Bəli, biraz əvvəl dediyimiz kimi, elə ikinci variantda göstərilən hadisənin, yəni öz torpaqlarının mülkiyyətçisi ola bilməmələri səbəbi dövlətin onlara maddi yardım göstərməməsi idi. Bu da 70-ci il islahatında yoxdur. 1912-ci il islahatında isə 20 il müddətində onlara torpaq verilmişdi. 70-ci il islahatını 12-ci islahatına fərqləndirən iki variant tapdıq. Bu da 2 və 4 B variantı. Solan islahatları bildiyimiz kimi adam və 594-cü ildə keçirilib. Orada qadağan olunan məsələlər bildiyimiz kimi taxıl və zəruri ərzaq məhsullarının ölkədən çıxmağına qadağa qoyulmuşdu. Həmçinin borca görə qul edilmə ləğv edilmişdi. Cavab C variantı. 43-cü suala baxaq. Daha əvvəl baş vermişdir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması, mezolit, küraj mədəniyyətin formalaşması, erkən, tunc, insanların daş atıcılanma və deşməyi öyrənməsi, neolit inqilabı, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, orta tunc ikinci ictimai məhv bölgüsü, qəbile icmasının ulu icmanı əvəz etməsi, üst paleolit. Bizdən daha əvvəl istədiyinə görə biz E variantını seçirik. Birinci əsrin birinci yarısında Atropatena və Albaniya dövlətinə aid ortaq xüsusiyyət. Bildiyimiz kimi bu dövrdə Atropatena Albaniya Romanın hücumlarına məruz qalıb. Sulədə Lukul və Pompeyin yürüşü Atropatenaya olmuşdu. Albaniya isə biz Pompeyin yürüşünü görmüş oluruq. 2 doğru cavabdır. Qul əməyinə geniş yox, sadəcə istifadə olunub. Quldar monarxiya dövləti idi, bəli. Cavabımız 2-3. Roma 4 niyə olmur? Çünki imperiya eradan əvvəl 27-ci ildə yaradılacaq. Onda isə birinci əsrin ikinci yarısına düşür, birinci yox. Xəritədə işarələnmiş dövlətin Böyük Hun dövləti ilə bağlı siyasətini müəyyən edin. Bu Çindir. Çinin Hunla bağlı siyasətini müəyyənləşdirməliyik. 3-cü əsrdə, 100 illikdə Çi Tanhunun məğlubiyyət olması bu 1-ci əsrdə. Ona görə bu cavab doğru olmaz. Vyetnam və Koreyanın tabe edilməsi, bəli, 3-cü əsrdə Xan Süvəzinin hakimiyyətə gəlməyindən sonradır, amma bunun Hunlarla heç bir əlaqəsi yoxdur. Böyük Çin sədinin əsasının qoyulması əvvəl 214 Hunlara qarşı idi və 3-cü əsrdədir, bəli, doğrudur. Sarsaqlar üsyanı eradan əvvəl deyil, bizim eranı 184-cü ildə baş verib, bu 2-ci əsrdir. Pinçen sazişi eradan əvvəl 200-cü ildə, yəni 2-ci əsrdə imzalanıb Hunlarla, amma bu 1-ci yüzilliyə yox, 2-ci yüzilliyə aiddir. Getdi. Nikah diplomatı istifadə, bəli, buna da nümunə olaraq biz eradan əvvəl 58-də nəhayətində Hun dövlətinin 2 hissəyə parçalanmanı göstərə bilərik. Cavab 1C, 2C. A variantı. Göstərilənlər nəyin nəticəsidir? Azərbaycanın şimal-şərq torpaqlarında qədim dövlətçi ənənələri bərpa olundu. Şimaldan Azərbaycan ərazisinə basqın edən yadelli hücumlarının qarşısı alındı. Bu hadisələr Şirvanşahlar dövlətinin yaranmasının bir göstəricisidir. Bildiyimiz kimi 861-ci ildə bu dövlət Heysam Müxalif tərəfindən müstəqil elan edilmişdi. Demək, 47-ci suala baxaq. 627-ci ildə Bizansla bağlanmış sülhə görə Albaniya Sasani təsir dairəsində qaldı. 29-30-cu illərdə Xəzərlər Albaniyanı işğal etdilər, lakin az sonra siyasi səbəblərlə Xəzərlər Albaniyadan çəkildilər. Mətndə verilən proseslərin nəticəsində, biz bildiyimiz kimi bu illər artıq Mehranların hakimiyyətə gəldiyi dövrdür. Albaniya müstəqil dövlətə çevrildi, bəli, doğru cavabdır. Mehranlar siyasi hakimiyyətə gəldi, uzun müddətli mərzbanlıq başa çatdı. Arşakların hakimiyyət bərpa olundu, xeyr, Mehranların yazılmaydı. Alban taxt tacı Varaz Qriqor hakimiyyətinin altına keçdi, bəli, 630-dan 642-ci ilə qədər Varaz Qriqor Albaniyanın müstəqil hökmdar olaraq idarə etdi. Cavabımız 1 və 3. 4 niyə olmaz? Çünki Sasani mərzban tərəfindən deyil, müstəqil idarə olunurdu. Müqayisə cədvəlində Türk dövlətinə aid doğru fikirlər. Biz burada həm dövlətlərə ayrıca xüsusiyyətlər seçməliyik, həmçinin aşağıda ortaq xüsusiyyətlər seçməliyik. Yeni tipli sual tiplərindən biridir. Burqundiyanın işğal edilməsi Avropa Hun dövləti, bəli, bu demək Attilanın hakimiyyət dövründədir. Roma şəhərinin dağıdılması, xeyr, Roma dağıdılmayıb, tutulsa da Attila oradan geri çəkilib. Birinci Göytürk. Uyğurlar tərəfindən süqut uğradılma, bu 2-ci Göytürkə aiddir, 1-ci Göytürkə aid deyil. Avarlara qarşı mübarizə aparılması, bəli, 552-ci ildə Boğmuq Xaqan, ardıca da Muğan Xaqanın dövründə avarlarla mübarizə aparılıb. Bizans üzərinə uğurlu yürüşlər, bəli, həm Avropa Hun dövlətinin hökmdarı Attila 434 və 447-ci illərdə, 1-ci Göytürk hökmdarı Muğan Xaqanın dövründə isə Yabqu İstəmi Xaqan Bizans üzərinə yürüşlər etmişdi. Cavabımız 1, 4, 5. 6 olmaz, çünki Avropa Hun dövləti Sasanlərlə mübarizə aparmayıb. Uyğunluğu müəyyən edin, Azərbaycan şəhərləri burada göstərilib. Demək, xəritədə 1 Gədəbəydir, 2 Bakıdır, 3 isə Şəkidir.
Aha. İlk mərkəzləşmiş telefon stansiyası 1886-cı ildə Bakıda açılmışdı. Bu 2-yə aid olar. Demək 2A. Hərbi dairə rəisliyi və müsəlman həyatları rəisliyi bildiyimiz kimi 19-cu əsrin əvvəllərində komendasyon yaradılması ilə meydana çıxmış inzibati bölgüdür və hərbi dairə rəisliyində Quba və Bakı var idi. Bakıda yenə aid olar, B2-yə aid olar. Alman kapitalına məxsus misəritmə zavodunun fəaliyyətə başlaması 1865-ci ildən Siemens qardaşları nəzərdə tutulur. Bu da Gədəbəydə yerləşirdi. 1C. 1930-cu illərdə müstəmləkəçilik əleyhinə üsyanın baş verməsi, bildiyimiz kimi 1838-ci ildə Şəki üsyanı Məşəd Məhəmməd başçılığında baş vermişdir. Bu 3-ə aid olar. İlk pamıq təmizləmə zavodu isə Naxçıvanda yerləşir. Xəritədə isə Naxçıvan qeyd olunmayıb. Ona görə E variantı heç birinə aid olmaz. 1C, 2A, B, 3D, C variantı. 50-ci suala baxaq. Şirvanşahlar və Salarilər dövlətinə aid Eyler-Venn diaqramında müqayisə aparılmalıdır. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri üzməyə başlayıb. Şübhəsiz ki, bu Salarilər dövlət hakimiyyət dövründə Mərzban Məhəmmədin hakimiyyətinə aiddir. Slavyanların talanlarına məruz qalması həm Şirvanşahlar, həm Salarilər dövləti 10-cu əsrin əvvəllərində artıq yürüşləri başlandığı dövrdə bu mübarizəyə Şirvanşahlar dövləti məruz qalırdı. 944-cü ildə isə Bərdə bu faciənin qurbanı olarkən Salarilər ərazisi idi. Bu oxşar cəhətdir. Dərbəndin ələ keçirilməsi Şirvanşahlar 988-ci ildə, Salarilər də ondan daha öncə belə deyək, Azərbaycanı Vaşeqdə birləşdirərkən Dərbənd hakimiyyətində tabe etmişdi. Bu da oxşar cəhətdir. Səlcuq dövlətinin Asad düşməsi 1066-cı ildən söhbət gedir. Bu Şirvanşahlar dövlətinə aid xüsusiyyətdir. Salarilər Səlcuqları görməyib. Əsasının türk mənşəli Sula tərəfindən qoyulması, bu da Salar yurt tutan deməkdir. Türk sözüdür. Bu Mərzban Məhəmmədə, yəni Salarilər dövlətinə aid xüsusiyyətdir. 1D, 2A, Y, 3BC, E variantında göstərilmişdir. Birinci minillik əvvəllərində Misirin parçalanmağı və zəifləmənin səbəbi bildiyimiz kimi 2-ci Ramezin ölümündən sonra dövlət zəifləyir, hakimiyyətə müxtəlif sülalələr gəlir və hakimiyyət onda müharibələr baş verir. Cavab B variantı. Manna hökmdarı Aşşerin fəaliyyət xarakterlidir. Bildiyimiz kimi Aşşer 675 ildən əvvəl 650-ci illərdə hakimiyyətdə olub. 22 Manna qalasını Urartuya verən bu Ulusun hakimiyyət dövründədir. 716-cı ildə hakimiyyətə gələrkən aid olmayan xüsusiyyət istədiyinə görə biri götürürük. Mediada Assuriya əleyhinə qalxan üsyanlara kömək göndərməsi. Bu demək Kaştarit üsyanı nəzərdə tutulur 673-672-ci illərdə və həmin vaxtı Aşşeri həmin üsyana dəstək göstərmişdir. Bu aiddir. Ölkədə mərkəzləşmiş dövlət və canişin sisteminin əsasının qoyulması İran Züya aiddir. 747-19 hakimiyyətdə olub. Ulusunya, daha doğrusu Aşşeriyə aid deyil deyə götürürük. İskit hökmdarının müttəfiqinə çevrilməsi İşbakaydan söhbət gedir. Bu da demək Aşşeriyə aid bir xüsusiyyətdir. Bizə aid olmayan istədiyinə görə 1-3 və Assuriya zona hücum təşkil edilməsi bu aid deyil, bizə aid olmayan xüsusiyyət istəyir. Cavab yalnız 1-3. Qədim Hindistan və Yunanistana aid ümumi cəhət Roma təbinə asfalt salınması bu yalnız Yunanistana aid, Hindistana deyil. Əhəmənilərə qarşı mübarizə, bəli, 6-cı əsrdə Hindistan, 5-ci əsrdə də Yunanistanın tarixinə aid oxşarlıqdır. Ərazisi Hunlar tərəfindən talan olması heç birinə aid deyil. Makedoniya işğalına məruz qalması, bəli, 327-ci ildə Hindistan İskəndərin yürüşünə məruz qalıb. Yunanistan isə Makedoniyalılar tərəfindən ildən əvvəl 338 Xeroneya döyüşündə tabe edilmişdi. Oxşarlıq 2-4. Albaniyanın sağcılarla oxşar, Rəvvalilər dövlətlə fərqli xüsusiyyətlərini seçməliyik. Azərbaycan cənubunda meydana gəlməsi Albaniya cənubda deyil, şimalındadır. Abbasi xilafətinin xəzinəsinə xərac göndərməsi. Abbasilər sülaləsi 750-ci ildən hakimiyyətə gəlir. Həmin vaxtı artıq 705-dən Albaniya süqut etmişdi. Əməvilər olmalı idi bu. Türk mənşəli sülalə təmini idarə olunması, bəli, sağcılar Albaniyanın oxşarlığıdır, Rəvvalilərdən fərqlidir. Çünki Rəvvalilər ərəb mənşəlidir. Ərəb xilafətinə qarşı mübarizə aparılması, bəli, Albaniyanın tarixinə baxsaq biz Kadisiya-Ktesifon döyüşlərini nümunə götürə bilərik. Cavanşir sərkərdə olaraq burada mübarizə aparırdı ərəblərə qarşı. Sağcılar isə Məhəmməd, demək Yusif Nəbsaz 912-ci ildə xilafət xəzinəsindən xərac göndərəndən sonra ərəblərə qarşı mübarizə aparmışdı. Cavabımız 3-4. 55-ci sual. Solon islahatı eramızdan əvvəl 594. Roma İmperiyasının şərq və qərb hissələrinə bölünməsi bizim eranın 395-ci ili. Marafon döyüşü eradan əvvəl 490. Çində xan sülaləsinin hakimiyyətə gəlməsi eradan əvvəl 206. Xronoloji ardıcıllığa görə 1, 3, 4 və 2.
Səbəb nəticə əlaqənin doğru və elli bəndi müəyyən edin. Sasani Şah 1-ci Xosrovun islahata keçirilməsi bildiyimiz kimi 531-579-cu illərdə Xosrov hakimiyyətdə olub və 6-cı əsrdə o inzibati, torpaq və vergi islahatları keçirib. Həmin islahatlara əsasən Azərbaycan feodal münasibətini inkişaf edib, bəli, bu doğru cavabdır. Abbasilərin Azərbaycanda ağır vergi siyasəti yürütməsi, Müsafirin başçılığı ilə üsyan. Müsafir üsyanı 748-ci ildə baş verib, 52-yə qədər davam edib. Həmin vaxtda o hakimiyyətdə Abbasilər deyil, Əməvilər sülaləsi idi. Səlcuq Sultanı 1-ci Toğrulun Təbrizə keçirilməsi 1054, Rəvvadilərin süqutu 1065, Alparslan dövrüdür. Səhvdir. Cavanşirin xilafətlə diplomatik münasibət yaratması, bəli, 667 və 670-ci illərdə Cavanşir xəlifə müavini ilə görüşür və tabelik qəbul olunur, asıllıq qəbul olunur, vergilər 3 dəvrə qədər azaldılır. Bunu qısqanan Bizansperest feodallar Cavanşirə sui-qəsd təşkil edib 681-ci öldürürlər. Doğru cavabdır. Slavyanların Bərdəni qarət etməsi 944-cü ilə aiddir. Həmin vaxtda məziyyətlərin iqamətgahını Gəncə köçürməyi məcbur 859-cu ildir. Eyni ildə deyil, eyni hadisə deyil. Neft sənayesi, metallurgiya və yüngül sənaye 19-cu ikinci yarısına aid olmalıdır. Buna diqqət edək. Xanabad manufakturası 1827-ci il Azərbaycanda açılmış ilk manufakturadır. Demək, Şəkidə yerləşirdi, Nuxada. Bu əsrin birinci yarısına aiddir. Misi saflaşdıran ilk müəssisə 1883-cü ildə Qala kənddə açılmışdı. Siemens qardaşlar tərəfindən. Demək, bu 19-cu ikinci yarısına aiddir və metallurgiyaya aiddir. Neft quyularına təhkim olunmuş kəndlərin məcbur əməli ləğvi Balaxanda 1864-cü ildə ləğv olmuşdu məcbur əmək. Bu 19-cu ikinci yarısına aiddir və neft sənayesinə aiddir. 1C. Rus kapitalistlər tərəfindən Şəkli ipək fabriki 1861-ci ildə açılıb. 19-cu ikinci yarısıdır. Həmçinin yüngül sənaye hesab olunur. 3D. İlk dəfə Bibi Heybətdə buruq sonra neft quyusu 1848-ci ildə qazılıb. Bu əsrin birinci yarısına aiddir. Ona görə götürə bilmərik. 58-ci suala baxsaq, demək situasiyadır. Bu situasiyada demək Roma Respublikası dövründən danışılır və patris plebey mübarizəsi haqqında məlumat verilir. 58-ci sualda hansı əsas amil patrisləri plebeylər üçün güzəştə getməyə məcbur etdi? Burada qeyd edə bilərik ki, plebeylərin demək orduda xidmətdən imtina etməsi. Bu səbəb demək patrisləri güzəştə gedib onlar üçün müəyyən hüquqlar verməyinə səbəb oldu. Plebeylərin orada xidmətdən imtina etməsi. 59-cu sualda mənbəyə əsasən Roma Respublikasının demokratik dövrdə çevrilə bilməsinin səbəbi. Bunda qeyd edə bilərik ki, doğrudur, Romada plebeylər müəyyən hüquqlar əldə etdi Respublika dövründə. Biraz sonra onun haqqında danışacağım növbəti sualda. Amma nə üçün dövlət demokratik olmadı? Yunanıstandakı kimi demokratik dövlət çevrilmədi. Çünki hakimiyyət bir neçə varlı şəxsin əlində cəmlənmişdi. Hakimiyyətin varlı patrislərin əlində cəmlənməsi. Yunanıstandan fərqli olaraq burada belə oldu. Ona görə dövlət zadəgan respublikası idi hələ də. 60-cı sual patris və plebey arasındakı mübarizənin iki nəticəsini. Bildiyimiz kimi 3 nəticəsi var mübarizənin. Biz ikisini qeyd edək. 1. Qeyd edə bilərik ki, plebeylər eradan əvvəl 5-ci əsrdən xalq tribunu seçmə hüququ əldə etdilər. İkincisi də qeyd edə bilərik ki, eradan əvvəl 3-cü əsrdən plebeylər vətəndaşlıq hüququ əldə etdilər. Həmçinin burada əmək haqqı verilməsə də onların vəzifəyə seçmə hüququ da əldə etməyini qeyd edə bilərik. Bu qədər.